Bugün milföy xəmirindən Türk paxlavası hazırlayacağıq. Artıq mağazalardan, şirniyyat evlərindən Türk paxlavası axtarmağa dəyməz. Özünüz alırsınız, özünüz də bişirirsiniz. Biraz açırıq bu xəmiri, yayırıq. Belə bir qabım var. Sizin qabınız hansı ölçüdədirsə, o ölçüyə uyğun biraz yayın. Mən inanıram ki, Novruz bayramından çox adamın evində içliklərdən qalır və məndə də o içlikdən qalıb. Üzərinə həmin içlikdən əlavə edirəm. Kimdə ki içlikdən qalmayıbsa, qoz, fındıq, badam, yəni kimin evində əlin altında hansı ləpə növü varsa, həmin ləpə növündən istifadə edə bilər. Yenə xəmiri yayırıq. Yəni 8 milföy xəmirim var. 8-dən də bunu hazırlayacağım. 4 qat oldu bizim paxlavamız. Və bunu kəsək. 3 bucaq formasında kəsdik paxlavalarımızı. Milföy xəmiri yağlı olduğundan biz yağ çox dökmürük. Yarım stəkan yağ olsa kərə yağı bəs eləyər və yağlayaq. Yağladıq. Öncədən qızdırılmış 180 dərəcədə üstü qızarana qədər pişiririk. Alt üst. Paxlavalarımız qızardı, soydu və biz şərbət də hazırladıq. Şərbəti necə hazırladıq? 2 stəkan şəkər tozu, 2 stəkan su, bir dilim də limon. Bunları yaxşı-yaxşı qaynatdıq, soyutduq və paxlavaların üstündə gəzdiririk. Üzərini bəzəmək üçün qoz ləpəsini xırda doğrayırıq. Üzərini bəzəyirik. İndi isə yeyək, dadına baxaq. Görək paxlava dadını verir, yoxsa şəkər bura. İnanın bir ləzzətlidir, bir ləzzətlidir. Dadını bilmək üçün pişirməniz mütləq şərtdir. Çox ləzzətli. Əllərimə sağlıq. Nuş olsun.